Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Romada həmyerlimiz Sona Cəmil qızı Quliyeva itkin düşüb. İlkin düşən şəxsin boyu təxminən 1 metr 65 sm, çəkisi 50 kg, arıq bədən quruluşludur. Məlumata görə o 3 noyabr gecəsi Bakıdan Romaya uçub. Hava limanına indikdən sonra Romaya çatdım sözlərlə video paylaşıb, lakin bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. Artıq 6 gündür ki, Sona Quliyeva ilə əlaqə saxlamaq mümkün deyil. O, nə zənglərə cavab verir, nə də mesajlara. Həmçinin telefonuna zəng çatmır. Məlumata əsasən, o səfərə səyahət məqsədilə çıxıb. Qeyd olunur ki, Sona Quliyevanın üzərində böyük məbləğdə pul və telefon olub. Onun itkin düşməsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də məlumat verilib.